Hər vaxtınız xeyir olsun. Gənclik Təzə Parkın yaxınlığında qanuni 4 otaqlı mənzil təcili olaraq satılır. Mənzil Kupçalı mənzildir, 185 kvadratdır. Gənclik Dədə Qorqud Parkı Koala Parklara yaxın Ağçiçəyin gül dükanı ilə üzbəüz olan binada yerləşir, 18-in 16-cı mərtəbəsində. Bura mənzilimizin koridor hissəsidir, yer istipol stili sistemi kombidir, əsas giriş qapısıdır, damofonu quraşdırılıb, mənzildə ümumilikdə 2 hamam otağı var. Bura koridorda olan hamam otağıdır. Mənzil tam əşyalı satılır, əşyalar çox keyfiyyətli və brenddir. Kamera sistemi quraşdırılıb bir dənə koridorda. Buradan tam başa kimi qardırop hissəsi də yığılıb. Gəlin qonaq otağını görsədim. Qonaq otağı da möhtəşəm əşyalarla yığılıb, pollar da mozaika parketdir. Balkonlardan panoraması çox gözəldir, şəhərə və yeni parka panoraması var. Bu əşyalar da hamısı deyilən qiymətə daxildir. Əşyalar da çox dəyərli və keyfiyyətli əşyalardır. Gəlin keçək sizə digər otaqları görsədim. Bura mənzilimizin kiçik yataq otağıdır. Buranın hal-hazırda istirahət otağı kimi istifadə olunur. Burada yığılan əşyalar, mebellər, hamısı sifarişlə yığılmış mebellərdir. Bu otaqda parketdir. Kondisioner bütün otaqlarda quraşdırılıb. Mənzilin proyekti idealdır. Bu hissədə yerləşir mətbəx. Mətbəxin qarşısında eyvanı var və tam yuxarı hissəyə qədər mətbəx mebeli yığılıbdır. Su filtrinə kimi qoyulub, paltar yuyan, qab yuyan, soyuducu hamısı deyilən qiymətə daxildir. Keçək yataq otaqları ilə sizə tanış edeyim. 2 böyük yataq otağı var və hər birində də keyfiyyətli bahalı əşyalar yığılıb. Burada gördüyünüz yataq otağının biri. Qarşısında eyvan olub, eyvanı da qatıblar yataq otağının sahəsinə və otaq çox böyük olub. Eyvan olan sahədə də uşaqlar üçün dərs masası qoyulub. Burada gördüyünüz mebellər də hamısı deyilən qiymətə daxil olacaq. 185 kvadrat, 4 otaq, kupçalı və ipotekaya yararlı. Binanın özü də geniş həyəti, yeraltı qarajı var. Burada gördüyünüz kimi yataq otağının daxilinə girdiniz. Burada qardırop hissəsi, yuxarıda bagaj hissəsi və burada hamam otağı. Yataq otağının daxilində olan hamamı çox genişdir və buradan da keçirik sonuncu yataq otağının sahəsinə. Burada çox geniş, rahat, təxminən bir 35-40 kvadrata yaxın sahəsi var. Dəyərli izləyicilər, mənzilin sənədi kupçadır, ipotekaya yaralıdır, qiymət və bütün məlumatı qeyd eləmişəm. Sağ olun, var olun.